Yo, bu gördüğünüz ailenin musiqi manyak Çinarədə harda mahnı səsi gəlsə ilk o qaçar. Bugün Çinarə yuxulu vəziyyətdə qulağına musiqi səsi gəlir. Aha, hardasa mahnı oxuyurlar, tez qaçaraq ora gedir. Mikrofonu qızın əlindən alıb səhnəyə çıxır, sevinərək mahnı oxumağa başlayır. Az müddət keçir. Yo, Çinarə yemək bişirir, bu zaman yenə qulağına musiqi səsləri gəlir. Çinarə əlindən yeməyi ocaqda unudub oxumağa qaçdı yenə çox sevincli şəkildə. Oxumağa başlamışdı ki qulaqcığından səs gəlmədi. O çox üzüldü, başını aşağı salıb ağlamağa başladı. Çox keçmədi, qapı cırıldayaraq açıldı içəri. Çinarənin qaqaşısı girdi, onun başını sığallayaraq ağlama. Öz qulaqcığımı sənə verərəm və o öz qulağından çıxarıb ona verdi. Çinarə sevinərək səhnəyə qaçaraq yenə oxumağa başladı və birdən burnuna yanıq qoxusu gəldi, yeməyi yanmışdı. Qaça-qaça qayıdıb məyus halda yeməyə baxıb ah çəkdi. İndi isə bu manyak İşdədir və xəstəyə iynə vurur. Bu zaman yenə qulağına musiqi səsi gəlir və xəstəni orada qoyub oxumağa qaçır. Müəllimə onu yanına çağırır, deyir ay bala bəsdir bu qədər oxudun. O kor peşman evə qayıdır və saata baxır, saat 12-mi, onun ad günüdür. Amma düşünür ki hamı onu unudub. Çox üzülür, bu zaman işıqlar yanır və Bakı ailəsinin bütün uşaqları əllərində gül çiçək tortlar. Şamlar ad günü mahnısını oxuyurlar. Çinarə çox sevinir. O da mikrofonu yenə götürüb onlara qoşulur. Müəllim ona baxaraq əlini başına qoyub güləylənərək vay vay yenə. Çinarə isə sevdiyi işi oxumağa davam etdi. Yeah.